Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV-də AFFA U13 Liqası Araz Bakı Lamasya görüşünü sizlərə təqdim edirik. Hər iki komandaya bugünkü oyunda uğurlar arzu edirik. Komandaların heyətləri ilə sizi tanış edirəm. İlk növbədə bizlərə qonaq komanda Lamasya göstərilib. Qapıda 1 Şahin Quliyev, 2 Harun Aslanov, 4 Murad Əliyev, 5 Ayaz İsmailov, 9 Ömər Abbaszadə, 10 Fərhad Məmmədli, 11 İbrahim İsmailov, 13 Ağa Yusuf Ağayev, 20 Eltunar Camalzadə. Komandanın baş məşqçisi Tərlan müəllimdir. İndi isə Araz Bakıda qapıda 25 nömrə Məhəmməd Məmmədəli, 2 Ümid Həsənli, 4 Maksim Dudkin, 6 Ömər Məhərrəmov, 5 Elnur Əzizov, 7 Camal Fərruxlu, 11 Lamasya hücum qurmağa çalışır. Qapıya zərbə, qapıcı Məhəmməd ikinci cəhətdə topu ələ keçirir. 11 Sadiq Teymurzadə, 93 Tunar Nəsibov, 99 İbrahim Əskərov. Komandanın baş məşqçisi Mənsur Əhmədovdur. Digər futbolçularla sizi tanış edirəm. 3 oyuncunun adı bizlərə göstərilib. Araz Bakının ehtiyat oyuncular skamyasında 29 Turqay Əliyev, 1 Sənan Babayev, 50 İbrahim Əliyevdir. Lamasyada 3 Ömər Məmmədli, 8 Məhəmmədəli Əzizli, 17 Sahir Həsənov, 19 Zəfər Qarayev. Outdan Araz Bakı topu oyuna daxil edir. Gələn həftə U13 Liqasının demək olar bütün oyunları artıq geridə qalır və həmin oyunlarla da 2024-2025 mövsümünə yekun vurulur. Camal Kün zərbəsi ilə topu oyuna daxil edir. Qarışıq bir vəziyyət vardı, amma Lamasya oyuncuları topu uzaqlaşdırır. Eltunar topu komandasını qazandırmağa çalışırdı. Outdan Lamasya topu oyuna daxil edir. Araz Bakı müdafiəçiləri bu epizodu topu uzaqlaşdırmağa çalışır. Eltunar topladı. Fərhad ötürmə, indi yox, qapıya zərbə vurmaq mümkün. Bəli, indi zərbə vurmaq üçün əla bir imkan vardı, amma Araz Bakı müdafiəçiləri bu topun qarşısını kəsir. İkinciden zərbə, top sonda Məhmədə deyərək meydanı tərk etdi. Fərhad içəriyə, amma bu episod topu heç kim toxuna bilmir. Məhəmmədəli. Araz Bakı komandası əks hücum yox, alınmır burada. Amma indi Camal yaxşı sürət yığıb, bəli. Birinci topa o yetişdi, amma burada ikili mübarizə izləyirik. Ağa Yusuf və Camal Fərruxlu arasında. İkinciden top oyuna daxil ediləcək. Camal Fərruxlu içəriyə doğru ötürmə, amma təhlükəli alınmır. Outdan Araz Bakı top oyuna daxil edir. Ümid daha bir uzaq məsafədən zərbə, amma qapı istiqamətinə getmir. Qarışıq bir vəziyyət yaranır. Yenidən Lamasya topu yox. Dərhal top ikisinə yol verilir. İbrahim geriyə oynuyor. Fərhad topu rəqibidən uğurlamağı bacarır, amma Ümid 3 nömrəli forma ilə çıxış edir. Camal və 2 rəqibini məharətlə alladır. Hələ ki, indi top yox, ötürmə ünvanına çatmır. Uzaq məsafədən qapıya zərbə, qapıcı Sadiqin zərbəsindən sonra Şahin bu topun qarşısını kəsir. Şahin Quliyev 1 nömrəli qapıcı topu qüvvətli zərbə ilə irəli vurur.
Sağ cinaha doğru. Bəli, topu meydanda saxlamaq olur. İçəriyə ötürmə, amma müdafiəçilər bu üstə topu uzaqlaşdırır. Daha bir uzaqdan zərbə Sadiq Teymurzadə. Araz Bakı növbəti hücumu qurmağa çalışır. Camal içəriyə oynayır, amma Elnur topu uzaqlaşdırır. Sadiq. Və qapıya top qapıdan keçir, bəli. Maraqlı qolu izləyirik. İbrahim İsmailovun zərbəsi idi. Lamasya artıq hesabı açır. Görüşün 4-cü dəqiqəsində qapıdan top oynadı, amma ötürmədə bir səhv var idi. Lamasya daha bir gol vurur. Camalzadə topu qapıdan keçirir. Elturan. Camalzadə. Fərq artıq 2 topa çatdı. Vurulan bu golun təkrarını izləmək maraqlı olardı. Bu epizodda İbrahim ilə qısa ötürmələr izləyirik. Və bu cür yaxın məsafədən qüvvətli zərbə ilə topu qapıdan keçirir. Kesin qabağından rahat kesin yani. Murad. Ömərdən zərbə. Getdiniz. Sağ olun. Və beləliklə hörmətli futbol azarkeşləri ilk hissə başa çatır, qısa fasiləyə ayrılırıq. Başta geç. Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşlər. Araz Bakı Lamasya görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İlk hissədə qapılara 2 gol vurulub. Hər iki golla sizi tanış edirəm. Əvvəlcə İbrahim topu qapıdan keçirdi. Daha sonra İbrahim ötürməsindən sonra Eltunar ikinci topu qapıdan keçirir. Şahin Quliyev hələ ki qapısını toxunmaz saxlamağı bacarıb. Lamasya Fərhaddan yox, zərbə alınmır. Ümid divar ötürməsi, amma Keçir. Sadiq edilmişdi. Qapçı Məhəmməd. Daha bir Lamasya hücumu izləyirik. Fərhad ona qarşı rəqibin 2 oyunçusu mübarizə apardı və dərhal da Araz Bakı komandası hücuma çıxmağa çalışacaq. Sadiq istiqamət ötürmə. Sadiq yaxşı çevirməyə çalışır. Yox, qayda pozulmur. Hakim bu epizodda oyunu davam etdirir. Qayda pozulur. Bəli. Araz Bakı oyuncuları təhlükəli nöqtədən cərmə zərbəsi yerinə yetirəcək. Cərmə zərbəsindən topu kim oyuna daxil edildi. Bu arada Lamasya heyətində oyuncu dəyişikliyi baş verdi. Eltunar görüşdə vurulan bir golun müəllifi artıq meydanı tərk edib. İçəriyə ötürmə, amma bu epizoddan yaralamaq mümkün olmur. Sadık biraz ortaya git. Lamasya topu qazandı, qapıya zərbə. İbrahimin yaxın məsafədən zərbəsini Məhəmməd qarşısına kəsir. Sadiq. Murad topu ondan alır. Murad qapıya zərbə, qapçı topu qaytar, hücum davam edəcək. Lamasya oyuncuları daha bir gol vurur. Bu dəfə də İbrahim İsmailov. O bugünkü görüşdə 2 gol və bir məhsullar ötürmə heyətdə qalıb. Murad Əliyevin zərbəsini qapıcı qaytarsa da hücumun davamı golla yadda qalır. Araz Bakı oyuncuları outdan topu oyuna daxil edir. Daha bir Lamasya hücumu izləyirik. Bu dəfə də İbrahim sürəti hesabına keçdi rəqibin, qapıya zərbə, qapıcı bəli
Bir nömrəli qapıcı Sənan Babayev topun qarşısını kəsir. Fərhad Lamasyanın daha bir hücumuna başlayır. Rəqibini gözəl şəkildə keçdi, amma sağ cinaha doğrultma. Zəfər yaxın məsafədən qapıya zərbə və bu da 4-0 Lamasya üstünlüyünü bir qədər də artır. Zəfər Qarayev sonradan meydançaya daxil olub. Fərqi bir qədər də artırır. Hörmətli futbol azarkeşlər, artıq görüşün sonlarına doğru gedirik. Camal. Get Sadik. Camal 2 rəqibini sürəti hesabına keçdi. 3-cü rəqibini, 4-cü rəqibində keçməyə çalışırdın. Yox, hakim. Davam edir qapıya zərbə. Amma Camal yerdə qalıb. Bəli, indi hakimlər artıq oyunu dayandırıblar. Ümid edirik ki, Camalın səhətində ciddi problem olmaz. Bəli, Camal ayağa qalxır. Bu epizodun təkrarı bir daha bizlərə təqdim olunur. Camal Fərruxlu çox sürətli idi, onun qarşısını Harun Aslanov kəsmişdi, amma hakim həmin epizodda qayda pozuntusu qeydə almadı. Ağa Yosif out atışını yerinə yetirəcək. Və artıq görüş başa çatır, hörmətli futbol azarkeşləri. hörmətli futbol azarkeşləri, görüş artıq başa çatıb. Sağ olun və ən əsas odur ki, sağlam olun. Sağ ol. Özünüzdən müayət olun. Görüşərik. Görüşərik.